Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'dah. Əmmə ba'd. Davam edirik. Muxtasar Siratur Rasul adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimehullahın risaləsini və bugün də 29-cu dərsdir. Və fəslin adı Vaqatul Badril Kubra Yevmel Furqan. Böyük Bədir hadisəsi. Yevmül Furqan. Yevmül Furqan, yəni Furqan günü. Furqan nədir? Haqla batilin ayrılası gün. Fələmmə kənə fi Ramazan. Və Ramazan ayı gəldikdə Bələğə Rasulullah sallallahu aleyhi ve sellem Rasulullah sallallahu aleyhi ve sellem xəbərəl-ayr el-muqbil minəş-Şam mə Əbi Sufyan fihə əmval Qureyş. Deyir, Ramazan ayı gəldikdə Allah Resulü sallallahu aleyhi ve sellemə xəbər çatır ki, Abu Sufyan karvanla Şamdan qayıdır. İçində Qureyşin, yəni Qureyşə məxsus olan var dövlət var. Fənədəbə Rasulullah sallallahu aleyhi ve sellem li xuruc ileyhə və Allah Resulü sallallahu aleyhi ve sellem çağırış edir ki, toplansınlar o karvanı ələ keçirmək üçün. Fəxaraca musri'an fi 310 raculan və təxmini 310 neçə nəfərlə tələsərək toplayır, yəni 310 neçə nəfərlə çıxış edir karvanı ələ keçirməyə. Və ləm yekun ma'hum minəl xayl illə fərsani, fərs li-Zubeyr və fərs lil-Miqdad ibn əl-Əsvad. Və işlərində qoşunun cəmi 2 at olur. Bir at Zübeyrə məxsus olur, digər at isə Miqdad ibn əl-Əsvada. Və kənə məhum 70 bə'ira və həmçinin 70 dəvə olur işlərində, yəni qoşunun 70 dəvəsi olur. Yətəaqqabu rəculəni və sələsə alə bə'ir. Yəni bir dəvəyə 2 və 3 kişi, yəni bir dəvəyə 2 və 3 kişi düşür də, yəni hərəsinə. Və istəxləfə aləl-Mədinə Abdullah ibn Məktum və özündən sonra xəlifə olaraq, yəni özündən sonra təyin edərək Abdullah ibn Məktumu qoyur Mədinədə. Fələmmə kənə bir ravhə raddə əbəl-Lübəbə və istəmələhu aləl-Mədinə. Ravhə adlı məntəqəyə çatdıqda, yəni Mədinənin yaxınlığında hələ uzağa getmədən, Abu Lübəbə adlı sahabəni qaytarır Mədinəyə, onu orada, yəni idarəçi təyin edir. Və dəfə liva ilə Mus'ab ibn Umeyr və rayə ilə Ali və rayə tel-Ansar ilə Sa'd ibn Muaz. Və əsas bayrağı Mus'ab ibn Umeyrə verir, təqdim edir. Döyüş bayraqlarını isə, bir döyüş bayrağını Əli radiyallahu anhuya, digər, yəni ənsarların bayrağını isə, döyüş bayrağını isə Sa'd ibn Muaza təhkim edir. Və ləmmə qarubə minəs Safra, Safra adlı məntəqəyə çatdıqda, Bəsbəs ibn Amr və Adi ibn Əbi Zağbə yətəhəssəsəni əxbərəl-ayr. Yəni Safra adlı yerə çatdıqda, Bəsbəs ibn Amrı, bir də Adi ibn Əbi Zağbəni göndərir kəşfiyyatçı kimi karvan barəsində məlumat toplasınlar. Və bələğə Əbə Sufyan məxrəc Rasulillah sallallahu aleyhi ve sellem. Bu xəbər çatır, deyir Abu Sufyana ki, Peyğəmbər sallallahu aleyhi ve sellem çıxış edib karvanı ələ keçirmək üçün. Fəstəcərə Damdəm ibn Amr əl-Qaffari, Damdəm ibn Amr əl-Qaffari adlı bir kəsi təyin edir, hələ ki, onu icarə ilə də, yəni ücrətlə göndərir, çapar olaraq da göndərir Məkkəyə, tez xəbər versin Qureyşə ki, onlar bir toplu olaraq karvana yardım etmək üçün çıxış eləsinlər. Bu da gedir, yəni sürətlə qaçır, gedir orada, yəni şüvənliklə hayküyü qaldırır ki, sizin mal dövlətiniz, yəni Muhammed tərəfindən
ələ keçiriləcək və s. Yəni yığırlar, toplum yığılır. وَلَمْ يَتَخَلَّفْ مِنْ أَشْرَافِهِمْ سِوَى أَبِي لَهَبْ Hamısı bir surətlə topallaşır, yığılırlar Qureyşilər, müşriklər. Heç kəs kənarda qalmır Əbu Ləhəbdən başqa. فَإِنَّهُ عَوَّدَ عَنْهُ رَجُلًا بِجُلْ O isə öz əvəzinə bir kişi, yəni pulla öz yerinə başqa birisinin, yəni pulla çıxardır ki, yəni mənim yerimə bu getsin. Və başlayırlar, yəni ətrafda olan qəbilələri də, ərəb qəbilələrini də çağırmağa, yəni çağırış etməyə onlara ki, yəni biz sizin hələ ki vəziyyətiniz də təhlükədədir. وَلَمْ يَتَخَلِّفْ عَنْهُمْ مِنْ بُطُونِ قُرَيْشٍ إِلَّا بَنِي عَدِي və deyir, yəni müxalif olan, yəni çıxmayan ancaq az bir qism qəbilələr olur. Onlardan biri Bəni Addidir. فَلَمْ يَشْهَدْهَا مِنْهُمْ أَحَدٌ Yəni onlardan heç kəs, o qəbilədən heç kəs çıxmır. وَخَرَجُوا مِنْ دِيَارِهِمْ كَمَا قَالَ تَعَالَى Və Qureyş çıxış eləyir öz şəhərindən, Məkkədən çıxır. Necə ki, Allah Taala onlar barəsində vəsf edir. Ənfəl surəsi 47-ci ayədə deyir ki, "Bataran və rə'an-nas və yasuddun an sabilillah." Təkəbbürlüklə, özlərini lovğalıqla insanlara göstərərək, yəni şan şöhrətlə bu cürlə çıxış edirlər, çıxırlar Allahın yolundan saptırmaq üçün. Yəni Qureyş müşrikləri. Fəcəməhum alə qeyri mi'ad Kəmə qalə Teala Və həmçinin Allah Taala buyurur başqa ayədə onları yəni təyin olunmamış bir yerdə cəm edir. Təyin olunmamış, qabaqcadan təyin olunmamış bir yerdə cəm edir müsəlmanlarla kafirləri. Allah Taala Ənfəl surəsi 40-cı ayədə buyurur: "Və law tawa'attum laxtalaftum fil mi'ad." Əgər vədləşsəydiniz, yəni kafir və müsəlmanlar vədləşsəydilər ki, bax burada görüşək, ixtilafa düşərdiniz. Yəni müsəlmanlar ixtilafa düşərdi. Ki, çıxaq çıxmayaq, orada qoxumlar və s. yəni fitnə olardı. Ona görə Allah Taala yəni qəflətən gətirdi, çıxartdı onları, bunların üstlərinə. Əsli yəni çıxış nə idi? Karvana idi da. وَلَمَّ بَلَغَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi ve sellem xuruc Qureyş istəşərə əshabəhu və deyir, Allah Rəsulü sallallahu aleyhi ve sellemə xəbər çatdıqda ki, Qureyş çıxış edib artıq, yəni karvanı müdafiə etmək üçün, sahabələrini yığır, müşavirə keçirir. فَتَكَلَّمَ الْمُحَاجِرُونَ فَأَحْسَنُوا ثُمَّ اسْتَشَارَهُمْ ثَانِيًا Və mühacirlər danışırlar, yəni xeyrə danışırlar, yenə deyir müşavirə keçirir ikinci dəfə, yenə mühacirlər dəstəkləyirlər, üçüncü dəfə də keçirir. Və ənsarlar elə başa düşür ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem ancaq mühacirlərə üstünlük verir və Sa'd ibn Muaz deyir ki, Kəənnəkə tu'ridu binə ya Rasulullah. Sanki deyir bizdən deyir çəkinirsən. Sa'd ibn Muaz ənsarların başçısıdır da. Və kən innəmə yu'nihim li'annahum bəyəuhu alə ən yemna'uhu fi diyarihim. Bu da ona görədir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm əsasən mühacirlərə yönəlməsi, çünki onlar beyət etmişdilər ki, öz diyarlarında olanda orada yardım edəcəklər. Daha doğrusu, yəni ənsarlar beyət etmişdi ki, öz diyarlarında olanda, yəni Mədinədə olanda orada müdafiə edəcəklər. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm mühacirlərdən istəməsi, çıxışı onunla bağlıdır ki, ənsarlara beyət etdirib Mədinədə qorumaq. Və kəənnəkə təxşə ən təkuna əl-ənsar tərə aleyhim əllə yansuruk. Sanki deyir, elə qorxursan ki, biz ənsarlar, yəni ənsarlar sənə yardım göstərməzlər öz diyarından başqa da. Birdən qırağa çıxsan, orada yardım göstərməzlər. Və inni əqulu anil ənsar. Mən isə deyir, ənsarların adından sənə deyirəm ki, onların yerinə cavab verirəm ki, fəmdi binə, bizimlə də get. Heysu şi'tə, hara istəyirsən get bizimlə. Və salli həbl, mən şi'tə. Kimi istəyirsən deyir, saxla, kimi istəyirsən deyir, burax. Nə istəyirsən deyir, malımızdan götür, nə istəyirsən tərk et. Və mə əxastə minhə kənə əhəbb ileynə mimmə təraqdə. Və malımızdan nə götürsənsə, nə götürsən də. O bizim üçün daha sevimli olacaq, nəinki tərk etməyin. Yəni, bu ənsarların sözüdür. Fə vallahi lə in surtə binə həttə təvləl bərkə min qumdən lənəsiran nəməkə. Allaha and olsun ki, hətta deyir, o ərəblərdə bir misal var, yəni çökmüş dəvələr hündür dağlara
qalxması, yəni mümkünsüz bir vəsfdir də, yəni çökmüş dəvə yerindən durmur axı. Çöktüsə durmur. Hündür dağlara qalxmaq nədir? Hələ heç yerindən durmur. Yəni mümkünsüzlük o dərəcədədir. Hətta belə bir mümkünsüz hal olsa belə yenə də səninləyik də, yəni. Və vallahi lən istəradtə binə həzəl bəhrə xudnahu məkə. Allaha and olsun ki, bax bu dənizə əmr etsən ki, bunu keçmək lazımdır. Biz o dənizə də girəcəyik səninlə. Yəni bu cür nə vədlər verir? Və qaləl Miqdad ibn əl-Əsvad. Və Miqdad ibn Əsvad durur deyir ki, İzən lə nəqulu kəmə qalə qavm Musa li Musa. O zaman deyir, biz deyir, Musanın qövmü Musaya dediyi kimi demərik heç vaxtı. Fəzhəb əntə və rabbuka fəqatilə innəhə hunə qaidun. Sən və Rəbbin gediz döyüşünüz, biz isə burada oturub gözləyərik. Yəni bunu Musanın qövmü Musaya demişdi də. Biz belə heç vaxt demərik. Maidə surəsində keçir bu ayə, 24-cü ayə. Və ləkin nuqatilu mən beyni yedeyik və mən xalfəkə və yəminik və şiməlik. Əksinə biz deyir, yəni qarşında, arxanda, sağında, solunda kim varsa hamısı ilə döyüşərik. Yəni hansı tərəfdən gəlsələr. Fə əşrəqə vəşhu Rasulillahi sallallahu aleyhi ve sellem bimə səmiyə minhum. Və Allah Resulü sallallahu aleyhi ve sellem üzü nurlanır bunu eşidərkən. Deyir ki, siru əbşuru. O zaman deyir, siz də gedin, çıxın və müjdələnin. Finnallaha va'adani ihdət taifəteyn. Çünki Allah Taala mənə deyir, iki tayfadan birini vəd etmişdi. Və inni qad ra'aytu masari'al qawmi. Və mən artıq deyir, həmin qövmün deyir, həlak yerlərini görürəm. Yəni kim harda həlak olacaq. Və kərihə bədu sahabə liqa'an nafir. Halbuki deyir, bəzi sahabələr, yəni o ikinci toplu yoxdur, karvanı müdafiə eləməyə çıxanda. Onunla qarşılaşmağı deyir, yəni ikrahlanır. Və deyirlər ki, lə nəstəid ləhum. Biz onlar üçün hazır deyilik. Yəni toplu böyükdür, onlar üçün hazır deyilik. Və bu da Allah Taala'nın Ənfəl surəsindəki 5-ci, 8-ci ayələrində keçir. Kəmə əxrəcəkə rabbuka min beytikə bil haqqi və innə fəriqən minəl mu'minin ləkərihun yücədilunəkə fil haqqi bədə mə təbəyyənə. Və bitir ayə və ləv kərihəl mücrimun. Allah Taala buyurur ki, kəmə əxrəcək, necə ki səni deyir, Rəbbin deyir, evindən haqq olaraq çıxartdı, yəni sən haqq üzərində olaraq çıxartdı. Və innə fəriqən minəl mu'minin, yəni şeydən də Mədinədən qəsd. Və innə fəriqən minəl mu'minin ləkərihun. Lakin bir toplu möminlər deyir, buna deyir, ikrahlıdır. Yücədilunəkə, səninlə deyir, mücadilə edirlər fil haqqı, yəni haqq üzərində, haqqa görə. Bədə mə təbəyyənə, yəni məsələ aydın olandan sonra. Sanki deyir, yəni onlar deyir, ölmə sürüklənərək aparılırlar da, yəni bu cürlə. Yəni sahabələrin, yəni hamısı, yəni o ruhda olmayıb da, yəni. Və sərə Rasulullah sallallahu aleyhi ve sellem ilə Bədr və Allah Resulü sallallahu aleyhi ve sellem üst tutur Bədr tərəfə, Bədr quyulardır da. Və xafədə Əbu Sufyan fələhikə bisəhil bəhr. Sufyan qalxır, deyir, yəni dəniz qırağına gedir, çatır, qoşulur ora. Və kətəbə ilə Qureyş və Qureyşə yazır ki, ənirciyo fə innəkum innəmə xarəctum litəhərrəzu eyrakum. Deyir ki, qayıdın, çünki siz deyir, yəni innəmə xarəctum, siz yalnız onun üçün çıxmışsınız ki, yəni bu karvanı qoruyasınız, öz karvanınızı. Fə ətəhumul xəbər fəhəmmu bir rucu. Yəni xəbər çatır onlara, yəni Əbu Süfyanın xəbəri onlara çatır. Onlar da başlayırlar qayıtmağa. Yəni əlbəttə ki, Əbu Süfyan deyir ki, yəni biz getdik kənara, ehtiyac yoxdur, qayıdın. Bu xəbər çatır Qureyşlilərə, yəni çıxanlara. Əbu Cəhil isə deyir ki, vallahi la nərciu həttə nəqtimə bədran fənuqimu bihə nətəmu mən hədarnə və nuski əl-xamra və tə'zifu aleynə əl-qiyyan və təsmə binə əl-ərəb fələ təzəl təhəbuna əbədən və təxafuna. Əbu Cəhlin isə fikri nədir? Deyir ki, Allaha and olsun ki, biz qayıtmayacağıq. Əksinə deyir, gedəcəyik bu Bədrə, Bədr quyularına, ora gedəcəyik. Orada deyir, məskənimizi salacağıq, yəni. Və orada deyir, yəni, içkimizi içib, yediyimizi yeyəcəyik və
Bu mahnı oxuyan qadınlar da deyir, bizim üçün deyir, oxuyub, yəni ki, şəllənəcək də bu mənada. Və ərəblər də bizim barəmizdə deyir, eşidəcək. Yəni lovğalıq da, yəni lovğalıq, təkəbbürlük ki, və qoy deyir, qorxsunlar bizdən deyir, qoy heybət etsinlər. Yəni bu cürlə. Məqsəd buydu. Fəşarəl Əxnəs ibn Şərik aleyhim bir rucu fələm yəf'alu. Sonra deyir, Əxnəs ibn Şərik işarə edir ki, biz qayıdın, heç kəs yerindən tərpənmir, qayıtmaq istəmir. Fəracəhu və bənu Zuhra. O və bənu Zuhra qəbiləsidir, qayıdırlar bunlar özləri. Fələm yəzəl Əxnəs fi bəni Zuhra muta'an ba'dəhə. Və həmin o Əxnəs, hansı ki işarə etmişdi Qureyşə qayıdın, öz qəbiləsindən başqa heç kəs qayıtmır. Ancaq öz bənu Zuhra qəbiləsi qayıdır. Ondan sonra Əxnəs olur içlərində hörmətli, hər sözünə itaət edirlər. Nəyə görə? Çünki mən sizə demişdim, qayıdın, yəni qırılırlar orada. Başa. Ondan sonra onun sözü keçərli olur orada. Ki, hə, bunlar qayıtdılar, bunlara heç nə olmadı. Və aradı Bənu Həşim ər-rucu. Bəni Həşim də qayıtmaq istəyəndə Əbu Cəhil deyir ki, siz yəni bu topludan deyir, ayrılmayacaqsınız. Yəni, həmin Bəni Həşimdən, yəni Qureyş qəbiləsindən ancaq Talib ibn Əbi Talib, yəni yalnız bir nəfər qayıdır, o qayıdır. Və sara Rasulullah sallallahu aleyhi ve sellem hətta nəzələ alə məh ədnə miyəh Bədr. Və Allah Resulü sallallahu aleyhi ve sellem gəlir çıxır Bədrin, yəni Qureyşlilərə tərəf ən yəni axırıncı quyusuna gəlir, çatır, ora dirənir. Fəqalə Həbbəb ibn Munzir. Həbbəb ibn Munzir deyir ki, İn rəeytə ən nusira ilə qulub. Qad ərafnəhə. Yəni istəyirsən biz filan yerə gedək. Yəni Bədrin hələ ki hər yerini biz tanıyırıq, biz bilirik harda strateji nöqtə var, orada çıxış eləyək. Yəni əgər bu vəhy ilə sənə deyilməyibsə ki, filan yerdə dayanaq. Yəni vəhy ilə deyilməyibsə, mən yeri göstərim, orada dayanaq da. Yəni ki, strategiya kimi. Başa. Peyğəmbər sallallahu razılaşır ki, yəni bu vəhy ilə deyil. Ona görə gedib dayanırlar Qureyşlərə yaxın olan ən axırıncı quyuda və əmr edir ki, obursu quyuları bastırsınlar. Ki, bunu müdafiə eləyək, obursuları bastırsınlar. Yəni, وَاَنْزَلَ اللّٰهِ تِلْكَ اللَّيْلَ مَطَرًا Və Allah Teala həmin gecədir, yəni yağış nazil edir və torpaq bərkiyir. Ayaqlarının yəni sabit qalması üçün, yəni sürüşməsinlər deyə torpaq bərkiyir, yəni o sunan və qəlblərini Allah Teala yəni bağlayır bir-birinə də, sabit edir. Və məşə Rasulullah sallallahu aleyhi ve sellem fi mevdil mərikə və Allah Resulü sallallahu aleyhi ve sellem həmin o döyüş yerini gezir, haçan ki döyüş olacaq, yəni həmin o yeri gezir. Və cələ yuşkiru biyədihi və yəqul və barmağı ilə, əli ilə işarə edir, deyir ki, bax bu filan kesin həlak yeridir, bu filan kesin həlak yeridir, bu filan kesin həlak yeridir, hələ döyüş olmayıb da, gəlməyiblər hələ. O yerlərdə harda ki işarə edib, doğrudan da hələ həmin adam orada həlak olur da, yəni sonradan. Yəni kimi işarə eləmişdisə Peyğəmbər sallallahu əleyhi və səlləm, həmin adam həmin o yerdə də həlak olur. Fələmmə taləl müşrikun qalə Rasulullah sallallahu əleyhi və səlləm və müşriklər görüləndə uzaqdan Allah Resulü sallallahu əleyhi və səlləm başlayır dua etməyə. Allahumma hazihi Qureyş cəət bi xeylə və fərxə cəət tuhadduka və tukazzibu rasuluka. Deyir ki, bu Qureyş deyir, yəni təkəbbürlüklə, fəxrlə, lovğalıqla deyir gəlir. Bunlar deyir sənin dininə düşmənçilik edir, sənin rəsulunu yalanlayır. Ey Allahım, fənəsruka, bizə yardım et, sənin yardımı əlləz hansı ki bizə vəd etmişdin. Allahumma əhinhum əl-qadat, səhərsi gün onları da hamısını həlak et. Və bu cür dualar eləyir. Və qama və rafə yədeyhi, durur, əllərini qaldırır. Və stansara rabbəhu, Rəbbindən yardım diləyir. Və bələğə fittədarru, və yalvarmaqda, yəni o əzmkarlıq göstərir, çox eləyir də, yəni. Və rafə yədeyhi həttə səqata rıdahu, əlini o qədər yuxarıda tutur ki, üst paltarı belə əynindən düşür. Yəni həmin məqamda çoxlu dua edir də, yəni həmçindir ki, Allahümmə əncizli məvəəttəni. Ey Allahım, mənə dir vəd etdiyini həyata keçir. Allahümmə inni ənşədükə əhdəkə və vədəkə. Səndən yalvarıram, sənin əhdini, vədini səndən istəyirəm. Allahümmə in
tehlik hazil asabə lən tu'bad fil ard ba'd. Ey Rəbbim, ey Allahım, yəni bu deyir, toplunu deyir, həlak etsən, yer üzərində heç kəs qalmayacaq sənə ibadət edən. Fəltəzəməhu Əbu Bəkr Siddiq min vərayhi və onu deyir, dəstəkləyir arxasından deyir Əbu Bəkr Siddiq və qalə həsbuka munəşədətəkə və deyir ki, sənin bu yalvar yaxarın deyir, yetərlidir deyir. Yəni sənin Rəbbinə bu yalvar yaxarmağın, ey Allahın elçisi, bəs edir yəni. Əbşir, yəni müjdələn artıq fəvəlləzi nəfsi biyədihi və deyir, nəfsimdir, əlində olana and olsun ki, ləyuncizənnəllah ləkə məvadəkə. Allah mütləq sənə, yəni o vədini deyir, yerinə yetirəcək. Vastansarəl muslimin və bununla deyir, yəni müsəlmanlar deyir, yəni xilas edəcək. Və müsəlmanlar yəni bununla elə bir ki, Allahdan yardım istəyirlər, istiğas edirlər də, yəni yalvarırlar, Allahdan istəyirlər. Fəuhəllah iləl mələkə və Allah Taala da mələklərə vəhiy edir ki, ənni məəkum. Yəni onlara bildirsinlər ki, müsəlmanlara ənni məəkum. Həqiqətən mən sizinləyəm. Fəsəbbitul-ləzinə əmənu, siz ey mələklər, iman edənləri təsbit edin, sabit qədəm edin. Səulqi fi qulubil-ləzinə kəfərur ru'bə. Mən isə deyir, kafirlərin qəlblərinə deyir, şiddət salacam, qorxu salacam. Fədribu fəvqəl-ə'nəqi, sizsə ey mələklərdə, yəni fədribu fəvqəl-ə'nəqi, onların boyunlarından vurub, vadribu minhum kullə bənən, onların hər deyir, barmaqlarını qırın. Bu da Ənfəl surəsi 12-ci ayədə keçir. Və həmçinin Allah Taala vəhiy edir Rəsuluna. Deyir ki, ənni mumiddukum bi əlfin minəl mələikəti murdifin. Ənni, həqiqətən mən, mumiddukum, sizə deyir, yardım göstərəcəm. Ardı gələn 1000 mələklə. Yəni 1000 mələk gələcək, yəni ardı kəsilmədən də bir-birinin ardınca. Fələmmə əsbəhu əqbələt Qureyş fi kətəibihə və qalləllallahul muslimin fi əyunihim. Və səhərsi gün deyir, müşriklər öz atlıları ilə, öz toplumları ilə üst tuturlar müsəlmanlara tərəf və Allah Taala deyir, müsəlmanları onların gözündə deyir, az göstərir. Yəni bunun da səbəbi var. Hətta qalə Əbu Cəhil ləmmə əşərə Utbə ibn Rabiə bir rücu xavfən ən Qureyş minət təfərrüqü vəl qatiə. Deyir, Utbə ibn Rabiə deyir, işarə edir Qureyşə ki, qorxudan ki, birdən Qureyş paramparça olar, yəni qohumlar bir-biri ilə əlaqəsini kəsər. Bundan qorxaraq deyib ki, qayıdın. Utbə ibn Rabiə. Yəni bunu edəndə Utbə ibn Rabiə, Əbu Cəhl qarşısını alır. Deyir ki, yəni bu öz flankəsinə görə, flan qohumuna görə qorxur. Bilir ki, ənnə Muhammədən və əshabuhu, bilir ki, Muhammed və onun əshabları, onların içində bunun oğlu var, yəni onu öldürsə, yəni qohumluq əlaqələr kəsiləcək, aralarında fitnə düşəcək. Yəni bundan qorxaraq edir. Və qalləllallahul müşrikinə eydən fi əyunil muslimin liyaqdiyallah əmran kənə məfulə. Həmçinin deyir, Allah Taala deyir, müşrikləri də müsəlmanların gözündə az göstərir. Yəni onların da gözündə bunları az göstərir, bunların da gözündə onları az göstərir. Hərəsinin öz səbəbi var da, yəni. Ki bunlara təsəlli olsun, onlar isə özləri fəxrlə gəlsinlər, hiss eləmədən də, yəni, və qırılsınlar belə. Və əmrə Əbu Cəhl Amir ibn el-Xadrami və Əbu Cəhl Amir ibn el-Xadramiyə əmr edir ki, yəni Amr ibn el-Xadraminin qardaşına da, yəni hansı ki müsəlmanlar tərəfi əlbəttə ki, onun qanını almağa da bir sözlə, öz qardaşının qanını al. Yəni ki, həvəsləndirmək üçün də hiylə işlədir. Ki başlayır şeyləri, ordunu qaldırmağa, ordunu həvəsləndirməyə. Və kəşfə ən istihi yasrahu və əmərah fəhəmiyəl qovm, hələ bir ki, qövm deyir, cuşa gəlir də, elə bir ki, qaldırır qövmü müsəlmanlara qarşı ki, bax, sənin qardaşının qanını alırıq, nəminə filan. Başlayırlar qışqırmağa da, Amrın qanı, yəni onun qanını almaq istəyirik. Yəni, müharibəni qızışdırmaq üçün. Və adələ Rasulullah sallallahu aleyhi ve sellem əs-sufuf, Allah Resulü sallallahu aleyhi ve sellem isə səhvləri deyir, düzür. Thummen sarafə
Sonra çıxır gedir və yüngül yuxuya düşürlər. Halbuki müsəlmanlar düşürlər yüngül yuxuya. Allah Taala göndərdi. Və axazil muslimun ni'as, yəni onlar mürgü götürür. Və Əbu Bəkr Sıddiq mə Rasulullah sallallahu əleyhi və səlləm. Əbu Bəkr Sıddiq isə Allah Rəsulü sallallahu əleyhi və səlləmin yanında onu qoruyur həmin anda. Və yanında həmçinin Səd ibn Muaz olur və ənsarlardan bir toplu. Fəxarac Rasulullah sallallahu əleyhi və səlləm yəsibu fi dar'i və yatlu hazil ayə. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm çıxır, yəni zirəhi ilə və bu ayəni oxuyur. Səyuhzamul cəm'u və yuvalluna dubur. Yəni bu toplu deyir, paramparça olacaq və üzlərini çevirib qaçacaqlar. Ayəni oxuyur da Qəmər surəsindəki. Sonra deyir ki, وَمَنَحَ اللّٰهُ الْمُسْلِمِينَ الْاَكْتَافِ الْمُشْرِكِينَ فَتَنَاوَلُوهُمْ قَتْلًا وَأَسْرًا فَقَتَلُوا سَبْعِينَ وَأَسَرُّوا سَبْعِينَ. Və Allah Taala deyir, yəni asanlaşdırır müsəlmanlara, müşriklərin əllərini belə, boyunlarını gətirir ki, onlar onları tutsunlar, vura bilsinlər, öldürsünlər və nə qədərini öldürürlər, nə qədərini əsir tuturlar. Deyir 70'in deyir öldürürlər, 70'in isə əsir tuturlar. Nə qədər oldu? İnşallah. Yəni bu qıssa özü uzundur. Ona görə inşallah dayanaq burada. Gələn dəfə bu yerindən davam edərik. Subhanakallahumma və bihamdika əşhadu an la ilaha illa ente estağfiruka və etûbü ilayk.